Salam, hörmətli izləyicilər. Bir absurddur. Tahir Kərimli keçmiş deputat çıxır deyir ki, uşaqlarıma iş düzəldə bilmən işsizdir. Səyid Əyan çıxır deyir ki, mənim maşınım yoxdur, deputat. Bir absurddur. Bəs biz nə edək? Əlviyi onun şəxsdə. Mən özün şəxsin Zaur Seyidzadə, əlviyi onun şəxsdə əli arabasındayım. Pensiyanın doğanıyam. 600 manata yaxın gəlirim var. Yəni yoldaşım mənə qulluğa görə 100 manat alır. Mən özüm 200 manat prezident təqədi və 390 manat belediyə pensiya alıram. Hamısı bir yerdə 600 manata yaxın edir. Hələ bunun kredit də ödəyirəm. Yəni məhkəmə qərarı əsasında. Bir absurddur. Əgər bir deputat şikayət edirsə, deyir ki, maşının yoxdur. Obası deyir, uşaqlarımın işi yoxdur. Bunu təqsirkarı özləridir. Ona görə ki, Milli Məclisdə oturanda kreasyonu hesab eləmək lazımdır. Şəxsi tanışlığı hesab eləmək lazımdır. Elə bir qanun qəbul eləmək lazımdır ki, hamı xeyir görədir. Sən də, sənin uşaqların da, insanlar da, biz də hamımız xeyir görədik. Amma nəzərə almısınız. Bir gün sizin çıxartdığınız qanuna görə cəmaət düzgün sosial yardım ala bilmir. Bir gün sizin çıxartdığınız qanuna görə cəmaət boşanırsa, aliment ödəyə bilmir. Sonra da axtarışa verir. Bir gün sizin çıxartdığınız qanuna görə şahid arvadına, şahid valideynləri dava edir. Hörmətli deputatlar, nəzərə alın. Bir gün kiminsə köynə maşını varsa, deyir sənin sosial yardım düşmür. Sizin çıxartdığınız qanundur. Bir gün mənim kimi birinci qrup əri varsa, belə deyək, ticarət departamentına, icra hakimiyyətinə müraciət edir ərazi üzrə. Deyir ki, mənə bir icazə verin, köz qoyun, əv işləri satın. İcazə vermirsə, mən özümdən də danışıram. Bunun günahkarı sizsiniz, hörmətli deputatlar. Vaxtında qanun qəbul eləmək lazım idi ki, hamı xeyir görərdi. Hamı bir inkişaf edərdi. Siz ancaq oturursunuz orada 5 il vəzifədə deyirsiniz ki, ancaq kreasyondan yapışım, pul alırım, uşaqlarımı dolandırırım. Xeyr, bunu eləmək lazımdır ki, hamı xeyir görsün. Sonra yapışsınız kreasyondan, tərəfənmişsiniz, məni işdən çıxardır və uşaqların işsiz qalar, məndə bir ailədə problemi var, maşının yoxdur, məndə bir nəyin yoxdur. Və yaxşı, mən diktator görmüşdüm, cəmaət kasıb var, 3-4 manat pul axtar. İndi artıq deputatlar da maşın istəyir, pul istəyir, iş istəyir, bir absurddur. Hara gedir? Şəxsən mən özüm Zaur Seyidzadə əli arabasındayım. Bir dövlət qurumu, bir icra hakimiyyəti gəlib mənimlə bağlamır ki, sənin nəyə ehtiyacın var? Ailəyə isə bir qız evladım var, bəlkə bir köməyə ehtiyacın var. Maraqlanan yoxdur, nəyə lazımdır?